Salam hörmətli izləyicilər, hamınızı salamlayırıq. Bu videomuzda sizə Etopazın mobil versiyası haqqında əsas məqamları, qısa məlumat verəcəyik. Amma bundan öncə mən istərdim ki, Etopazın mobil tətbiqi haqqında bir-iki şeyi sizinlə paylaşım. Biz çalışdıq ki, Etopaz mobil tətbiqi barəsində sizə əvvəl video hazırlayaq, lakin görünən odur ki, Etopaz mobil tətbiqi hələ də tam inkişaf etməyib və hələ də işləmir. Yəni bir sıra problemlər ortaya çıxır və indi hal-hazırda mən Etopaz mobil tətbiqini öz telefonumda açmaq istəyirəm. Burada gördüyünüz kimi birinci çatışmazlığı qeyd etmək istərdim ki, yəni hal-hazırda mobil tətbiqə Facebook'dan başqa giriş üsulu mümkün deyil. Hətta Facebook düyməsinə sıxdıqda belə, indi biraz gözləyək. Facebook düyməsinə sıxdıqda belə səhv verir, yəni hal-hazırda qeyd edir ki, hal-hazırda xidmət mümkün deyil və bu da ona gətirib çıxardır ki, Play Marketdə də hətta Etopaz mobil tətbiqi haqqında rəylər çox mənfidir və hamının iradına tuş gəlib. Ona görə də biz hal-hazırda Etopaz mobil versiyasına, yəni brauzer üzərindən mobil versiyasına daxil olmağa çalışacağıq və sizə müəyyən funksiyonallıqları ilə sizi tanış edəcəyik. Bunun üçün Chrome brauzerinə daxil oluruq və ünvan bölməsində Etopaz artıq məndə özü orada təklif kimi saytı verdi və daxil oluruq. Etopaz.az gözləyək açılsın. Gördüyünüz kimi, yəni hal-hazırda sayt rus dilində açılır və çox güman ki bəli, hal-hazırda sayt rus dilində açılmağına baxmayaraq, yəni başqa dillər də mövcuddur. Yəni sol yuxarı küncdə bu funksional düyməsinə klikləməklə gördüyünüz kimi sağ aşağı küncdə parametrlər düyməsi mövcuddur. Ora daxil olduqda bizə dil seçimi burada qeyd olunur və gördüyünüz kimi Azərbaycan, ingilis, rus və türk dilləri seçə bilərik. Biz hal-hazırda Azərbaycanca seçirik və sayt Azərbaycan dilində açılmalıdır və budur. Gördüyünüz kimi sayt Azərbaycan dilində artıq açılır. Mən istərdim öz şəxsi kabinetimə, öz login parolumla daxil olum. Bunun üçün daxil ol düyməsinə klikləyirik və burada öz istifadəçi şifrəmizi qeyd edirik. Hörmətli izləyicilər, gördüyünüz kimi mən artıq öz istifadəçi adımı və şifrəmi daxil etdim və daxil ol düyməsinə klikləyirəm və açılır. Şəxsi kabinetimdən, yəni bir çox şeyləri izləmək mümkündür. Mən istərdim sizə ana səhifədə gördüyünüz kimi, yəni hal-hazırda mümkün hadisələr göstərilir, mümkün oyunlar, yəni mərc edə biləcəyiniz oyunlar, hadisələr qeyd olunur, təsvir olunur. Biz hətta yuxarıdan o düymədən yenə gördüyünüz kimi idman növlərini buradan seçə bilərsiniz. Bir çox idman növləri mövcuddur.
yəni velosiped, hətta boks, masaüstü tennis və gördüyünüz kimi idman növlərinin sayı kifayət qədər çoxdur və burada canlı başlığı altında da hansı oyunların hal-hazırda canlı getdiyini təsvir edir və futbol üzərindən vurduqda hal-hazırda canlı gedən futbol oyunları təsvir olunur və hər hansı bir oyuna daxil olub mərc etmək istəyiriksə, gördüyünüz kimi nəticələrin siyahısını istəyirəm sizə biraz göstərim. Və hətta görürsünüz, yəni oyunda hər hansı bir şey baş verirsə, hadisə baş verirsə, görürsünüz sərbəst zərbə, yəni Santa Clara klubu tərəfindən sərbəst zərbə olacaq və ikinci gol olacağına, yəni mərc etmək istəyirsinizsə, aşağıdakı bu düyməyə klikləyə bilərsiniz. Və yaxud özünüz istədiyiniz nəticəni seçib əmsalını mən mərc etməyin qaydasını göstərmək istəyirəm sizə. Yəni məsələn, əgər Santa Clara'nın qalib gələcəyini biz Santa Clara'nın qalib gələcəyinə mərc etmək istəyiriksə, onun üzərindən, o düymənin üzərinə klikləyirik və gördüyünüz kimi aşağıda burada kupon işarəsi yaranır və kupon işarəsinin üzərinə vurduqda həmin mərc etdiyimiz əmsal, mərc etdiyimiz hadisə kuponda qeyd olunur və buradan siz mərc edəcəyiniz məbləği seçib və mərc et düyməsinə klikləyə bilərsiniz. Gördüyünüz kimi 2 manat 14 qəpik, yəni 2 manat vurulur mərcin əmsalına. Burada da gəliriniz göstərir 2 manat 14 qəpik olacaq. Sonra bu kupon yuxarıda gördüyünüz kupon başlığının sağ tərəfində açıq mərclər başlığı altında isə siz öz kuponlarınızın siyahısını görəcəksiniz. Əgər bir neçə kupon yazmısınızsa və həmin kuponlar üzrə oyunlar tamamlanmayıbsa, yəni kupon bağlanmayıbsa, bu başlıq altında həmin kuponları görə biləcəksiniz.